Mahir qızım. Mən ağır şəkər xəstəsiyəm. Bir övladım var. Yoldaşım rəhmətə gedir. Xahiş edirəm, köməklik edəsiniz. Çox pis vəziyyətdəyim. Evim, eşiyim yoxdur. Dolanışım yoxdur. İşləyə bilmirəm. Bu ev sizindir xala, yoxsa öz evinizdir bura? Öz evimiz deyil. Qaylimin oğlu verib. Sizin yoxdur eviniz? Yox, evimiz yoxdur. Qaylimin oğlu bunu verib mənə müvəqqəti yaşamağa. Bir balan var. Bir balam var. Yoldaşım da rəhmətə gedir. Allah rəhmət eləsin. Sən indi nə istəyirsən? Yəni nə? Mən malcəmə köməklik. Mənə kömək eləsinlər bu xəstəlikdən. Uşağıma köməklik eləsinlər. Bir yana çıxardım. Məktəbə gedə bilmir. Əynin başını ala bilmirəm. Pul yoxdur. İndi sən bizdən istədiyin odur ki, sən müalicə alasan, sağalasan, balan yanında durasan. Balan yəsiz qalmıyor, eləmi? Yəsiz qalmasın. Bir balamdır, yəsiz qalmasın. Özümə görə yox. Əsas mənim odur ki, bu kimisə ümidinə qalmasın. Mən çox buna həyəcan keçirəm. Heç özüm tək olsam, mənə bir belə təsir eləmir. Xəstəliyimdə, nə də, ürəyim də xəstədir. Ürəyimdə də çox yeriyə bilmirsən, gəzə bilmirsən də, hə? Yox, gəzə bilmirəm. Təzyiqim qalxır, düşmür, düşəndə də qalxmır. Bir dəqiqənin içində gəl qalxır, gəl düşür. Bilmirəm nədəndir bir elə qalxır düşmək. İnşallah sənə mömin qardaşlarımız, insanlarımız kömək eləyər Allahın izni. Allah köməyində dursun, kömək edənlərə. Allah canlarını sağ eləsin. Kömək eləsinlər, mən görüm xəstəlikdə biraz elə müalicə alsam, uşağı bir tərəfə çıxardım. Qurban olma Allaha. Ondan sonrasını Allah özü bilən məsləhətdir.